Salam hörmətli izləyicilər, bugün sizlərə Bunker suallarının izahını verəcəm. Kanala abunə olmağı, videonu bəyənməyi və bildirimləri açmağı unutmayın. Başqa hansı sual nümunəsinin izahının gəlməsini istəyirsinizsə, yorumlarda yazın. Telegram kanalımıza qoşularaq PDF-ləri əldə edə bilərsiniz. Gəlin başlayaq birinci Bunker məsələsindən. Bizə deyir ki, Bunkerdən hərəkətə başlayan kürələr şəklin aşağısındakı boşluqlara yığılır. Həmin boşluqlara yığılan kürələrin ehtimal olunan sayı hansı variantda düzgün göstərilib? Bunun üçün ilk öncə nə edirik? Kürələrin sayını tapırıq. Burada neçə dənə kürə var? Baxıram ki, 1, 2, 3, 4, 5, 6, 7, 3 dənə olduğuna 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32. Deməli, burada 32 dənə kürə var. Bunu mütləq şəkildə sayırıq. Və bu 32 kürə aşağı doğru hərəkət edir. Və burada iti uca dəyəndə hər dəfə yarıya bölünür. 32 idi, bölündü 16, 16 olaraq. Daha sonra bu 16 buradan belə gələcək və burada yenə iti uc var. Burada da dəyəcək, yarıya bölünəcək. 16 idi, 8-i bu tərəfə, 8-i bu tərəfə düşəcək. Və həmçinin digər 16-dır. Gəldi buradan. Burada dəydi, 8-i bu tərəfə, 8-i bu tərəfə düşmüş oldu. Və variantlara baxıram ki, düzgün cavab C variantı olmuş olacaq. İndi digər Bunker məsələsinə baxaq və ilk öncə topların sayını müəyyən edirik. Hər zaman ilk birinci onu eləməliyik. Burada da baxıram 7, 3 dənə 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32. Burada da həmçinin 32 dənə kürəcik var. Və bu 32 kürəcik aşağı doğru hərəkət edir. Və burada iti uca dəyəndə dedik ki, nə edəcək? Yarıya bölünəcək. 16-sı bu tərəfə düşəcək. 16-sı bu tərəfə. Bu 16 gəldi bura və bu iti uca dəydi. 8 və 8 olaraq ayrıldı. Həmçinin bu da gəldi, bu iti uca dəydi, 8 və 8 olaraq ayrılacaq. Daha sonra bu 8 də axdı buradan. Bura dəyəndə 4, 4 olaraq ayrıldı. Burada 2, 8 elə 16 edir. Gəldi bura dəydi, 8, 8 olaraq parçalandı. Bu 8 də gəldi, 4 və 4 olaraq bölündü. Daha sonra bu 4-ə baxıram ki, bunlar da gəldi bura. Bu iti uca dəydi, 2 və 2 olaraq ayrıldı. 4, 8, 12 eləyir. 12 dənə kürə buna dəyəcək 6 və 6 olaraq ayrılacaq. Həmçinin burada da 12 kürə var. Dəydi buna 6 və 6 olaraq ayrıldı. 4 də gəldi buradan, dəydi bura 2 və 2 olaraq ayrılacaq. Bu 2 gəldi burada heç yerə dəymir. Elə promoy buradakı boşluğa gedir. Demək ki, burada elə 2 dənə top olacaq. 6, 2, 8 eləyir. 8 gəldi bura. Buna dəydi, 4 və 4 olaraq ayrıldı. 6, 6, 12 gəldi buna dəydi, 6 və 6 olaraq ayrıldı. 6, 2, 8 eləyir. 8 buradakı uca dəydi, 4 və 4 olaraq ayrıldı. 2 də gəldi, buna dəydi, 1 və 1 olaraq ayrıldı. İndi baxıram, birincidə 2 dənə kürəcik oldu, ikincidə 4 kürəcik, üçüncüdə 10, dördüncüdə 10, beşincidə 5, altıncıda isə 1 dənə kürəcik olmuş olacaq. İndi variantlara baxıram. 2, 4, 10, 10, 5, 1 harda var? Baxıram ki, A variantında 2, 4, 10, 10, 5, 1 variantı var. Düzgün cavab A variantı olmuş olacaq. Yəni, Bunker suallarının işləmə qaydası bu cürdür. Topların sayını sayırıq birinci. Daha sonra hər dəfə iti uca dəyəndə 2 hissəyə bərabər şəkildə paylayıb cavabı tapırsınız. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi yorumlarda yazmağı unutmayın. Növbəti videolarda görüşənədək.